Salam, heç fikir vermisiniz, həyatımıza yön verən, amma gözlə görmədiyimiz nəsə qüvvələr var. Elə bil hər şeyin arxasında gizli bir təsir var. Bax, bu gün o qüvvələrdən birini auranı araşdıracağıq. Gəlin görək bu aura deyilən şey əslində nədir? Gəlin elə birbaşa əsas sualdan başlayaq. Bir anlıq dayanıb düşünün. Biz niyə hər şeyi təkrarlayırıq? Başqalarının danışıq tərzini, hərəkətlərini, geyimini, hətta fikirlərini. Bu sadəcə bir vərdişdir, yoxsa bunun kökündə daha dərin, daha fundamental bir səbəb yatır? İnanın ki, cavab heç də düşündüyünüz qədər sadə deyil. Baxın, bütün məsələnin kökündə bu söz dayanır, mənimsəmək. Amma bu sadəcə nəyisə öyrənmək demək deyil qətiyyən. Təsəvvür edin ki, kainatın bir əməliyyat sistemi var, bir proqram kodu. Hər şey, atomlardan tutmuş qalaktikalara qədər məhz bu kodla işləyir. Özünü təkrarla və özünə bənzət. Bəs aura bunun arasındadır. Aura bax elə bu mənimsəməni həyata keçirən o qüvvədir, o təsir sahəsidir. Bu yer təbiətinin özüdür. Yaxşı, gəlin indi bu prinsipin biraz dərinliyinə gedək. Görək bu təkrarlama qanunu, bu mənimsəmə təbiətdə və elə bizim özümüzdə, insanlarda necə işləyir? Əslində bu mənimsəmə dediyimiz şey hər yerdədir, hər an baş verir. Baxın, günəş enerjisi ilə yeri canlandırır, bu özü bir təkrardır. Təbiətdəki bütün canlılar da bu ahəngi təkrarlayır. Ən bəsit misal tutuquşudur. Necə ki o eşitdiyi sözləri heç bir mənasını anlamadan təkrarlayır, biz də eyni ilə, heç fərqinə varmadan ətrafımızdakı auraları, enerjiləri mənimsəyirik. Mənbəyə görə əslində biz özümüz də yer təbiətinin bir növ təkrar yaranışıyıq. Yaxşı, bu aydındır. Bəs gələk bizə, insanlara. Bu universal qanun bizdə özünü necə göstərir? Gəlin görək, biz hansı fərqli formalarda, hansı hallarda mənimsəyirik? Mənbə deyir ki, bizim 5 fərqli mənimsəmə halımız var. Bəzən bir meymun kimi kör-körana hərəkətlər yamsılayırıq. Bəzən də bir tutuquşu kimi mənasını heç anlamadığımız sözləri, fikirləri təkrarlayırıq. Yəqin ən çox rastlaşdığımız hal isə budur. Sadəcə hamı kimi olmaq üçün təkrarlamaq. Sosial media trendlərini bir düşünün. Bəzən də kiminsə güclü aurasının təsiri altına düşürük. Onun kimi olmağa çalışırıq. Və nəhayət, planetin öz aurasına bağlı qalan yer adamı halı. Hansı sizə tanış gəldi? Və bax, bütün məsələnin düyün nöqtəsi ilə buradadır. Bir yanda deməli hamının bir-birindən köçürdüyü, milyonlarla eyni olan o kollektiv aura var. Bir növ boz kütlə. O bir yanda isə sənin özünə məxsus dünyan, sənin bənzərsiz baxışın, sənin fərdi auran. Mənbənin əsas çağırışı da məhz budur. O, kopyalanmış auradan qurtul və öz unikal fərdi auranı kəşf elə. Yaxşı əla, bəs bu təkrarlama zəncirini necə qıraq? Bu kollektiv auranın təsirindən necə qurtulaq? Mənbə deyir ki, bir yol var. Gəlin o yola baxaq. Təkrardan yüksəlişə gedən yola. Fikir verin, necə güclü cümlədir. Dərrakə də yüksəliş, tərki dünyadan keçər. Yaxşı, bəs bu tərki dünya olmaq nə deməkdir? Hər şeyi atıb dağlara çəkilmək? Yox, qətiyyən. Əslində mənası çox sadədir. Başqalarının sənin haqqında nə düşündüyünü vecinə almamaq, bax bu qədər. O kopyalanmış, kollektiv auranın sənin haqqında qurduğu mühakimədən azad olmaqdır əsl yüksəliş. Və bu, heç də xırda bir məsələ deyil. Mənbə çox ciddi bir xəbərdarlıq edir. İnsanın mənimsəmə qabiliyyəti o qədər güclüdür, o qədər sürətlidir ki, bu onu planetin ən təhlükəli canlısına çevirə bilər. Məhz buna görə də fərdi şuura çatmaq, öz auranı tapmaq sadəcə bir fərdi inkişaf mövzusu deyil. Bu, birbaşa zərurətdir. Yaxşı, indi gəlin məsələyə daha yuxarıdan, lap kosmosdan baxaq. Çünki insanın bu mənimsəmə qabiliyyəti əslində daha böyük bir qanunun sadəcə kiçik bir parçasıdır. Bütün bu danışdıqlarımızdan sonra gəldik əsas suala. Bəs aura nədir axı? Onun əsl mahiyyəti nədir? Hazır olun. Çünki indi veriləcək təriflər çox fundamental olacaq. Fikirləşin ki, bu aura və mənimsəmə sadəcə bizə, yer kürəsinə aid bir şey deyil. Bütün kainat, bəli, bütün kainat bu prinsiplə işləyir. Hətta nəhəng qara dəliklər belə öz auraları ilə bütöv qalaktikaları udur, mənimsəyir. Bu sadəcə varlığın təməl qanunudur. Beləliklə, aura ilk növbədə işıqdır. Hər şeyin başladığı o ilkin parıltı. O, maddədən öncədir, fizikadan kənardadır. Aura ruhsaldır. Sənin ən dərin mənliyinlə bağlıdır. Hər şeyi hərəkət etdirən, hər şeyi dəyişdirən o görünməz qüvvədir. Aura, saf enerjidir. Və o, sənin bənzərsiz imzan, sənin varlığının təkrar olunmaz izidir. Başqa sözlə, aura mənəm. Və eyni zamanda o, sənin unikallığındır, sənin dünyandır.
Aura sənsən. Tək-tək fərqli, amma birlikdə bir bütün. Fərdi auraların yaratdığı o böyük harmoniya, aura zəmdi. Bizik. Və nəhayət, bütün bunları anlamağın, dərk etməyin özüdür. Aura əslində bir qavramdır. Və sonda mənbənin bizə son bir xəbərdarlığı ya da bəlkə də bir hədiyyəsi var. Bu eşitdiklərinizi, hətta bu sözləri belə kör-körənə mənimsəməyin. Bu fikirləri alın, götürün, amma onları öz auranızın, öz dünya görüşünüzün süzgəcindən keçirin. Unutmayın, məqsəd təkrarlamaq deyil, məqsəd öz şuurunda kamilləşməkdir. Ona görə qoy sənin auran səninlə qalsın. Əsl səyahət elə indi başlayır.